Salam əziz tələbələrimiz. Buradayıq. Davam edirik kursumuzda. Tanrının bütün zirehi. Balaca tətilimiz oldu. Bayramları qeyd etdik. İndi davam edirik. Gəlin dua edək və başlayaq. Rəbbisə xeyir dua ver bu dərsə. Danış bizimlə öyrət. Bütün tələbələrimizə, dinləyicilərimizə xeyir dua ver. Sənin müqəddəs adından dua edirik. Amin. 8-ci dərsimizdir dostlar və bugün növbəti sahəyə baxacağıq. Efeslərə 6-cı fəsil 18-ci bənd. Çox vacib bir sahədir və bu bənddə dua, yalvarış haqda danışılır. Gəlin oxuyaq. Bu növbəti bir təminatdır bizim zəfərimiz üçün, mühafizəmiz üçün. Gəlin görək burada nə deyilir. Hər cür dua və yalvarışla həmişə ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub, oyaq qalaraq bütün müqəddəslər üçün dua edin. Amin. İndi bu parçaya baxaraq, Efeslərə 6-cı fəsil başa düşürük ki, bütün o nə təminat varsa, zireh varsa ki, Tanrı verib, bax, yekunlaşır, bu dua haqda deyir Həvvari Pavel və əgər yadınızdadırsa, Efeslərə 6:12 orada deyilir ki, çünki mübarizəmiz qana və ətə qarşı deyil, yəni insana qarşı deyil. Və müqəddəs yazı bizi ruhlandırır ki, biz səylə və istiqanlı dua edək. Bəli, burada yazılıb ki, bütün müqəddəslər üçün, amma sonra Bibliyanı tədqiq edəndə biz görürük ki, bütün insanlar üçün. 1. Timotey 2:1 deyilir ki, hər şeydən əvvəl xahiş edirəm, möminlük və ləyaqətlə sakit və rahat ömür sürməyiniz üçün bütün insanlar, o cümlədən padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün, indi fikir verin diqqətlə, yalvarış, dua, vəsatət və şükürlər edilsin. Nə üçün biz dua etməliyik? Ki, biz sülhdə yaşaya bilək, mömin yaşaya bilək. Olduğu burada deyilir ki, mömin və ləyaqətli həyat, sakit və rahatlıqda yaşayaq. Həyatımız mühafizə olunsun. Olduğu əvvəl qeyd etmək istəyirəm ki, və bunu tələbələr lütfən yazın bunu. Dua bu mühafizədir. Olduğu örtükdür. Bu hələ bil ki, diri bir hasardır bizim ətrafımızda. Bu bir. İkincisi də dua təmin edir. Bu bir təminatdır. Müqəddəs ruh vasitəsilə Tanrı bizi aparır. Və nədə ehtiyac varsa, nədə zəruriyyət varsa, bax, dua vasitəsilə biz onu əldə edirik. Romalara 12:10 deyilir ki, biz bütün adamlarla sülh içində yaşaya bilək. Bax, həm mömin yaşayaq, sülhümüz olsun, rahatlıq olsun. Bax, biz dua edəndə Tanrı hərəkət edir və əslinə qalsa insan düşəndə ki, necə günah işə başlayıb, şər işə başlayıb, bax, biz dua edəndə Tanrı hərəkətə keçir ki, günahın və şərin effektini, nəticəsini sıfıra gətirsin. Yəni ki, onu dayandırsın. Çünki onun çox böyük effekti var günahın. Siz başa alıb gedir və əlbəttə ki, biz başa düşürük ki, günü-günündən bu günah işləyir insanda, Bibliya belə deyir və ona görə də nə qədər özümüzə baxsaq da, idmandımı, qidadımı, biz başa düşürük ki, qocalırıq və başa düşürük ki, fiziki bədən ölümə doğru gedir. Ancaq xoş xəbər odur ki, insan əbədi yaşayacaq. Çünki Tanrı onu əbədiyyət üçün yaradıb. Bunun üçün də bu dərsimiz var. Xoş xəbər odur ki, insan öz yaradanına inanmalıdır. Tanrıya inanmalıdır. Çünki o əbədiyyət üçün yaradılıb. Ki, əbədiyyətdə Tanrı ilə yaşayım. Və bunun üçün də bugün onu tanımalıyam. Bugün, bax, bu sahəyə baxırıq. Dua, deməli, bax, bu 3 söz çıxdı ortalığa. Dua, vəsatət və yalvarış. Bilirsiniz, çox asandır danışmaq. Çox asandır şeyləri demək və
çox asandır. Hələ ki qolunu çırmalayırsan, müəyyən şeyləri edirsən. Ancaq tamam başqa şeydir. Həqiqətən dua döyüşçüsü olmaq. Oldu. Yəni bax bu Tanrının əskəri kimi, yəni dua üçün əqidəli bir imanlı olmaq, əqidəli bir insan olmaq. Biblia istəyir ki, biz bunu öyrənək. Oldu ki, bizim arzumuz olsun ki, biz vəsatətçi olaq, duaçı olaq. Oldu və öyrənək ki, bax bu xahiş nədir, yalvarış nədir. Oldu və yaxşı duaçı olaq və az danışaq, ancaq çox dua edək. Oldu, haradakı vəsatət var. Oldu və vəsatət olan yerdə bilin ki, döyüşlərin üzərində zəfər var. Oldu və əlbəttə ki, öyrənməliyik necə dua etmək lazımdır. Bu çox vacib momentdir. Və yazın lütfən ki, bax dua nədir? Dua bu iman əməliyyatıdır. Necə ki, hərbidə dilləri məsələn də bax müəyyən qrup əməliyyat keçirdi. Oldu. Bax, dua da imanlı üçün iman əməliyyatıdır ki, Tanrının sözü tərəfindən motivləşdirilir, Tanrının vədləri tərəfindən motivləşdirilir. Oldu. Dua bu bir nəfəsdir. Tanrı ilə ünsiyyətin nəfəsidir. Dua Tanrı ilə yaxınlıqdan gələn ilhamlanmadır bizim üçün. Çox vacibdir. Və ilk demək lazımdır ki, lütfən bunu qeyd edin. Effektiv dua üçün, effektiv vəsatət üçün, yalvarış üçün çox vacibdir ki, bizimlə Tanrımız arasında İsa Məsihdən başqa heç nə olmasın. Amin. Bizim və Tanrının arasında İsa Məsihdən başqa heç nə olmasın. Heç bir gizli şeylər, günah, başqa bir ehtiras, hansısa bir insan oldu və bu deməkdir ki, əgər mən səhv etsəm belə, düşsəm belə, çaşsam belə, Biblia deyir ki, mən ayağa qalxa bilərəm, tövbə edə bilərəm, bərpa oluna bilərəm. Oldu. Çünki mənim üçün çox vacibdir ki, Tanrı ilə mənim aramda heç bir şey olmasın. İsa Məsihdən başqa. Oldu və biz dua edə bilək, yalvara bilək. Yəni, bu nə deməkdir? Bunu da qeyd edin. Yəni, biz Rəbbi çağırırıq, biz ona yer veririk ki, bax, dediyimiz o ehtiyaclar nədirsə, nəyi xahiş ediriksə, o onların qeydinə qalsın. İkinci bir şey odur ki, bizə münasibət lazımdır. Oldu. Bu dua etmək üçün münasibət lazımdır və bu durmadan dua etmək münasibətidir. Oldu. Birincisi, bu həyata münasibətimiz dua münasibətidir. Yəni, hər şey üçün dua eləyirik biz, istəyirik. Bu bir. İkincisi də, durmadan edirik. Yəni, gün ərzində gecə mental durumumuz elədir. Oldu. Əgər biz imanlıyıqsa, Tanrının qarşısında gəziriksə, oldu. Və bilirsiniz necə olur? Elə olur ki, kimsə bir adı deyir, kiminsə adını eşidirsiniz və yaxud bir iş görürsünüz və kiminsə üzü və yaxud adı yadınıza düşür. Yəni, bundan vaz keçməyin. Bu hələ bir siqnaldır. Oldu. Bax, o adamın üzü ya adı çıxıb sizin ürəyinizdə və təsəvvürünüzdə. Oldu. Bax, dərhal o adam üçün dua edin. Oldu. Bax, yəni hər zaman dua münasibəti budur. Biz başa düşürük ki, təsadüf deyil. Yəqin ki, Tanrı həmən o insanı istəyir ki, siz onun üçün dua edəsiniz. Başa düşürsünüz. Və bu ola bilər ki, kimin üçünsə spontan dua edirik. Birdən-birə yadımıza düşür, oldu, fikrimizə gəlir. Ya ürəyimizdə bir müddət düşünürük. Və xüsusi moment ola bilər ki, siz bilirsiniz kiminsə haqqında və onun ehtiyacı var olduğu və dua edirsiniz. Beləliklə, duanın xüsusi vaxtları var. Elə bir vaxtı var ki, biz planlaşdırırıq dua eləməyə. Amma elə də ola bilər ki, spontan olduğu birdən-birə müəyyən bir vəziyyət üçünmü, insan üçünmü olduğu. Ancaq bizim dua haqda əqidəmiz var. Amin. Bizim dua haqda əqidəmiz var və onun qüdrəti haqda əqidəmiz var. Biz başa düşürük ki, dua şeyləri dəyişir. Baxın, indi Efeslərə 6:18-də bu parçada Həvari Pavel deyir, dua və yalvarış. Deyir ki, hər cür dua, çox maraqlıdır, hər cür dua və yalvarışla həmişə oldu, müəyyən zamanlarda yox, həmişə. Sonra deyir ki, ruhun idarəsi ilə, yəni bu aydın məsələdir ki, Tanrı bizi aparmalıdır. Dua edin.
oldu. Sonra mətin olun, yəni ki, əzmlə və bütün müqəddəslər üçünmü, insanlar üçünmü dua edin. Dua və yalvarış və 1 Timotey 2:1 adını çəkdik. Dua, vəsatət, yalvarış. Dua haqqında biraz dedik indi, daha da deyəcəyik çox. Amma indi keçək vəsatət sözünə. İndi çox maraqlıdır ki, dua edirik, sonra vəsatət edirik. Vəsatət sözü üçün Yunan dilində enteoksis sözüdür. İbranilərə 7:25. İsa Məsih bizim üçün vəsatətçilik etmək ötürü həmişə yaşayır. Eşidirsiniz? İsa Məsih həmişə yaşayır və bizim üçün vəsatət edir. İsa Məsih bizim baş kahinimizdir və bizim üçün vəsatət edir. Və müqəddəs yazı da bizi ruhlandırır ki, biz də Tanrının kahinləri kimi vəsatət etməyi bacaraq. Və çox maraqlıdır ki, oğul həmişə yaşayır ki, bizim üçün vəsatət etsin. Nə üçün? Ki, biz qorunaq, körlanmaqdan oldu, infeksiyalar olmasın, mühafizə olunaq. Çox maraqlıdır. İsa Məsih indi də bizim üçün vəsatət edir. Yeşaya 59:16 orada yazılıb ki, Rəbb gördü ki, heç kim yoxdur, havadar yoxdur, Tanrı mat qaldı. Yəni, heç kim xahiş etmir, nə insanlar üçün, nə xalq üçün, nə ölkə üçün, nə millət üçün. Və fikir verin, Peyğəmbər Yezekil 22:30 deyir ki, onların içində bir adam axtardım ki, mənim hüzurumda ölkə naminə dayansın. Ancaq belə adam tapmadım. Bu parçalar onu göstərir ki, Tanrı axtarışdadır. O istəyir ki, iman edən insanlar vəsatət etsin. Ölkə üçün, xalq üçün dursun. Yəni, havadar sözü istifadə edilir və yaxud hüzurumda dayanan bir insan. Bax, bu parçalar vəsatətçi haqda danışır və yenə də deyirəm, dindar dualar yox, dostlar. Ancaq Tanrının qarşısında durmağı bacaran vəsatətçi olduğu bu deməkdir ki, onun Tanrı ilə qarşılıqlı münasibəti var, yaxınlığı var, xilaskarla dərin münasibəti var. Həqiqi vəsatətçi elə bil ki, bütün əqli ilə, bütün ürəyi ilə müqəddəs ruh tərəfindən yönəldilir və o əməliyyatdadır. Məhəbbətdə əməliyyatdadır. Deməli, vəsatət bu daimə xahiş deməkdir və vəsatət duadan fərqi odur ki, vəsatətdə mən başqalarını qabağa verirəm, başqalarının ehtiyacı üçün dua edirəm. Məsələn, yadınızdadır, Luka 23:34-də İsa Məsih deyir ki, Ata, onları bağışla, çünki bilmirlər nə edirlər. Bax, bu vəsatətdir. İsa Məsih özü üçün yox, bizim üçün. Yəni, bax, vəsatətin əsasından biri, bax, budur. Və əlbəttə ki, özümüz üçün də öz ehtiyaclarımızı da, xahişlərimizi Tanrıya təqdim edirik. Vəsatətin bir mənası odur ki, mən bunu səylə edirəm, isti ürəklə və vəsatətin də başqa bir hissəsi odur ki, dua edəndə, xahiş edəndə gözləyirəm ki, Tanrı cavab verəcək. Yəni, bu iyanə kimi deyil ki, atdım pulu getdin. Ancaq dua edirsən, əlbəttə ki, duanı atdın və gözləyirsən ki, Tanrı cavab verəcək bu. Bir, ikincisi, baxırsan Tanrıya, axtarsan Tanrını, o cavabsın. Üçüncüsü də görürsən ki, necə Tanrı cavab verir. Yəni, bunu nəzərdə saxlayırsan da, müşahidə edirsən ki, necə Tanrı cavab verəcək. Yəni, vəsatət edəndə bu gözəldir ki, bizim böyük intizarımız olsun, gözlənişimiz olsun. Və bayaq dedik ki, necə ruh aparırsa, bu da çox vacibdir, Tanrı aparsın. Romalılara 8:26 deyilir ki, ruh özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Bu nə gözəldir. Və 27-ci bənd deyir ki, ruh Tanrının idarəsinə görə müqəddəslər üçün vəsatətçilik edir. Ruhun iştiraki çox böyükdür və bunu da demək istəyirəm. İki vəsatətçi səmalardadır. Tanrının oğlu və müqəddəs ruh. Bunlar hər zaman bizim üçün duadadır Tanrının taxtının qarşısında və yer üzündə də imanlılar var, İsa Məsih imanlılar. Bunlar Məsihin bədənini təşkil edir. Biz də çağırılmışıq ki,
vəsatət edək. Oldu bir-birimiz üçün, Tanrının işi üçün və Rəbb bizə çox istəyir ki, öyrətsin biz necə vəsatət edək. Oldu ki, bizim Tanrı ilə münasibətimiz-mi, birlikimiz-mi iti olsun. Oldu, dəqiq olsun, etibara layiq olsun və İsa Məsih xüsusi dəyər və vurğu qoyur həmən bu duanın qüdrətinə. Və əgər yadınızdadırsa, biraz sonra deyəcəyik, Mətta 6-cı fəsildə öyrədir şagirdləri dua etməyə. Və özü də tez-tez nümunə göstərir, necə ayrılır, gedir ata ilə ataya dua edir. Və bilin ki, vəsatət həmişə fərq gətirəcək. Sonra növbəti söz, o biri söz yalvarış sözüdür. Yunan dilində deezis oldu və bu mənim Tanrıya şəxsi xahişlərimdir. Oldu, bu yalvarışda mən öz ehtiyaclarımı, istəklərimi Tanrıya təqdim edirəm. Oldu və baxın, şəxsi xahişlərdir. Bu deməkdir ki, yaxşı olar ki, Tanrı ilə mənim möhkəm şəxsi münasibətlərim olsun. Oldu, biz iman edəndə şəxsi münasibətlərə dəvət edildik və bunlar gərək möhkəm olsun, diri olsun, canlı olsun. Oldu, bunun üçün də biz onu tanımaqda böyüyürük və o ilə şəxsi münasibətdə böyüyürük. Onun sədaqətini tanıyırıq, onun xasiyyətini tanıyırıq, xasiyyətinə etibar etməyi tanıyırıq. Oldu və bu dua çox xüsusidir və bax, bayaq dediyim Mətta 6-cı fəsil, qeyd edim bunu, oxuyarsınız diqqətlə. 5-ci bənddən 13-cü bəndə kimi oldu. Ancaq bax, bunu çox gözəl qeyd edib, 5-ci bənddən 8-ci bəndə kimi deyir ki, dua etdiyiniz zaman da iki üzlülər kimi olmayın. Çünki belələri adamları onları görsün deyə məbədlərdə və küçə tinlərində durub dua etməyi sevirlər. Oldu, özlərini göstərirlər. Sizə doğrusunu deyirəm, onlar mükafatlarını alıblar. Amma siz dua etdiyiniz zaman öz otağınıza girin, qapını örtün, gizlidə olan atanıza dua edin. Oldu, yəni bu sizin şəxsi içinizdə əqidənizdir, anlayışınızdır, imanınızdır. Yəni şəxsidir bu. Oldu, biz şəxsi Tanrı ilə tanış olmuşuq. Münasibətlərimiz şəxsidir. Və gizlində olanı görən atan səni mükafatlandıracaq yazılıb orada. Sonra görün nə deyir. Deyir ki, dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Yəni sözünüz çox olmasın. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Təəssüflər olsun ki, insanlar tez-tez belə eləyir. Elə danışırlar ki, hələ bir ki, hansısa divarı sökmək istəyirlər, görə Tanrı eşitmir. Dəqiq olmalıdır dua. Oldu, az olsun, amma saz olsun biz deyirik. Və burada deyir ki, siz o çox söz söyləyənlərə bənzəməyin. Çünki atanız nələrə ehtiyacınız olduğunuzu siz ona diləməzdən əvvəl bilir. Oldu, çünki Tanrı ürəyimizə baxır və ürəyimizdə nə baş versə onu bilir. Və sonra da onları öyrədir. Deyir, buna görə də belə dua edin. Sonra oxuyarsınız Bibliyalarınızda, ancaq çox maraqlıdır. Dua edin sözü Yunanca proseuke. Yəni biz dostlar öyrənməliyik duanı və ümumi sözlərlə deyil, oldu, ancaq adlardımı, ehtiyaclarımı xüsusi, xahişlərdimi, vəziyyətlərdimi, oldu. Beləliklə yekunlaşdıraq. Deməli, necə ki, Efeslərə 6-18 biz dua və yalvarış edək və daim edək, mətin olaraq edək və 3 şey qeyd etdik. Bunu yazın zəhmət olmasa. Dua Tanrı ilə insan arasında əlaqədir, oldu, danışıqdır, təmasdır, ünsiyyətdir. Vəsatət, bu bizim intensiv məhəbbətimizin izahıdır başqaları üçün. Oldu, vəsatət o deməkdir ki, mən başqalarının ehtiyaclarını, başqalarını təqdim edirəm Tanrıya.
Və sonra da yalvarış bu deməkdir ki, mən Tanrı ilə çox şəxsi bir şey üçün oldu. Mənim şəxsi müraciətimdir, şəxsi yalvarışımdır. Yaxşı yazıblar yalvarış sözü. Şəxsən mən ürəkdən başa düşürəm ki, ondan asılıyam. Və Filiplərə 4:6 çox gözəl. Deyir ki, heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Tanrıya dualarla, yalvarışlarla şükür edə bildirin. Amin dostlar. Və müqəddəs ruhun idarəsi ilə dua edin. Yahuda 20-ci bənd. Yəni əzmkarlıqla olduğu hər şey üçün dua edə bilərik. Hər kəs üçün, müqəddəslər, insanlar və hər zaman, həmişə. Bu heyrətamiz bir təminatdır ki, Tanrı bizə verib ki, biz dura bilək. Bugün duraq. Amin. Rəbb bizə xeyir dua ver bu düşüncələrə. Sən müqəddəs adından dua edirik.